Gəlmək istəyirəm. İnansız, heç ara getməmişəm. Montaj, təşəkkürlər, çox sağ ol. Qızın ad günüdür. Hə, aşkım. Mesajımı oxu da damla. Masalaya gəlin qonağımız olur. İnşallah. Salam. Çox sağ olun. Allah rəhmət eləsin. Sağ ol ürəyim. Allah razı olsun. Yox, ürəyimi satmadım. İnşallah bacı, inşallah. Çox sağ olun. Allah razı olsun. Nəfəs, xoş gəlmişsən ay Nəfəs. Salam. Vüsü itinən, mənim itim var. Almanca kimi öyrənir? Qardaşım. Nə bildilər Almanca öyrənirsən? Hə. Qardaşımdır bacı. Öğrenenlerimize rahmet. Biri yazıp mesajını koydu. Çox sağ ol Pəri, çox sağ ol. Allah razı olsun. Səmimisi can. Allah çox sağ ol ürəyim. Allah razı olsun. Ərin deyir yəqin. Simanı çox sevirəm yazıb. Ay qız səni sevir. Kimdirsə. Bu kız beni Instagram yoksa TikTok'tan mı izliyor? Oxu. Nə yazmısan ay bacı? Nə oxuyum? Oxu. Nə yazmısan bacı? İnşallah anana rahmet eylesin. Sağ ol ürəyim. Allah razı olsun səndən. Qızlar evi mamamın 40'ından sonra satdığa qoyacağım. Gözəl bacım. Sima mən də səni sevirəm. Sima Kama da səni sevir. Ben de seni. Düzdür dur get də. Bəs səhər yeməyinə gedir, dur get də. Hələ bəzənirdi. Jeton satan 50 dəfə yazma. Həzdəki evi satırsınız, hə? Hə bacı, Binəqədidəki evi satmıram, Məzdədəki evi satıram. Özüm də keçəcəm Hövsəndəki villama. Hövsəndəki villama keçəcəm. Bir müddət orada yaşayacağım. Biraz beynimi sakitləşdirim, belə şəhərdən uzaq olum. Aldım, kabul elədim, oldu. Allah haqqı. Sağ ol bacı, qurban olsun. Sənədləri var, ay qız, hə, var. Sənədsiz ev olar bacı. Naxçıvanlılara belə aqromlu salamlar olsun. Bacı pişik, az elə biliblər pişiyin ad günüdür. Kızım koysun. Az yox, qızımın ad günüdür. Qızım deyirəm axı ona yəqin. Yox, ay qız, qızımın ad. Pişiyin ad gününə gül almışam. Məsələnirsiniz mənlə. Hələ anamın 40'ından sonra satdığa qoyacağım evi. Bu dəqiqə mən kimsə qəbul eləyə bilmərəm. Pişiklərim koridorda. Salam, aleyküm salam. Çox sağ ol ürəyim. Allah razı olsun hər birinizdən. Allah canınızı sağ eləsin, ömrünüzü uzun eləsin, cibinizi dolu eləsin, ruzunuzu bol eləsin. Amin inşallah. Mən də sizi çox sevirəm. Nə yaxşı işə az düzdürüyor. 11'e qalım, mən yiyəcəyim. Durum aşkım, durum. Bacız dursun, yarpaq dolması pişirəcək. Bir dənə qəşəng yarpaq dolması büksün. Ev eşiyi səliqəyə salsın. Ay Allah, mən çimib çıxsam, sətəlcəm olacam Allah'ın adından olsun. Amma çimib çıxmalıyam mütləq. Onda başı bağlayarsın. Necə bağlayarım? Şartla zaten bağlayıp gidersin. Hə, elə eləyərəm də. Özdə maşınsız gedəcəm. Qorxu nə pis şey deyə bacı. Yo, belə nə gündədir. Şəkillərdə pis düşür videolarda. 18 balım var bacı. Akşamdan çimib saçımı verseydin qəşəng durulardı. Üstədə çox qalmıram qəşəng. Tez açılır. 18 baldı, maşını tərpətmirəm bacı 3 gündür. 3 gündür maşın yerindədir. Motoru yatmasın deyəndə arada gedim gəlir. Onu xodlayım Allah. Hadi 21'ine qədər. 21, fevralın 21'ində 2 balım silinəcək. Bu şey
Görürsən bu Yuska qızdı oğlanda. Gərək eləyim. Bayaqdan 10 dəfə soruşub. Nə soruşub? Məni. Hə. Vallahi yalan deyə bilmərəm. Əvvəllər səni sevməzdim, amma səni tanıdıqca çox sevirəm. Çiçək çox sağ ol Rəyim. Hə. Bizdə qalmır ey aşkım, qonaq gəlib. Özü sən radarların hamısı dayanma durmadı, hə? Hamısı. Avtobus yolu dayanma durma. Amma mən heç vaxt sevməmişəm səni deyir, özü də oturub canlıda. Çıx da ondan. Deyir sevməmişəm, indi sevirəm də. Yo, biri Maşın evdə. Allah qayabacı 18 balım var. Hə, dedi ürəyim, dedi Həcər xanım. Salam verirsiniz, salam həyatım. Çox sağ ol ürəyim. Deyir, ən azı gündə 10 dəqiqə xodda saxla. Doğrudan deyirsən? Hə, 3 gündür maşın xoddamıram bacı. Qorxumdan 21-nə qədər heç ara sürən deyiləm maşını. Qorxuram bacı, 18 baldır. işə getməmiş, gəlin 10 dəqiqə xoddu, sonra qalxır. Gərək edəcəm ya. Az 18 bal olanda nə olur ki? 2 balda olsa 20 bal olur. Canlıda büyük dolma. Evləri yığışdırıb, dolma bükəndə canlı açaram. Mənim oğlumu deyir 17 bal var. Qorxuram aşkım. Taksi ilə gedişə. Az işə niyə taksi ilə gedirəm? Burnumun dibindən ha? 5 dəqiqəlik yoldur piyada. Ayağımı burada atıram, burada oluram işte. Metronun üstündə qalıram da aşkım məndə. 20 bal olanda nə olur? Gedir də bacı, Rişeniyə gedir. Prava. Hə da bacı, hə. Sima danışanda deyir, elə bil Anovun səsidir. Oxşayan çoxdan. BBC-dir də, oxşayır. Görünüşdə də oxşayır. Görünüşdə də oxşayır özdə. O pişi silinmir ki aşkım. Hansı ayda yazılıbsa o ay silinir də. Məndə də fevralın 21-i yazılmışdı. 2 balım onda silinəcək. Fevralın 21-i 2 bal silinəcək. Aşkım səssiz alınmır. Spam olmanda səhifə atır canlıdan bəzi adamlara. Bax, mənim özümün canlıya girə bilmirdim. Girdim təzən bu tərəfdən. Kim deyir səssiz alın? Raifədə mən tanışım, sən canlıdan böyle deyir, atdılar mən səssizə. Onda spam, səhifəmə spam atıblar. Mənim səhifəm qorumadadır deyənə spamı qəbul eləmir axı. Adamlara atdılar. Mənim özüm nasıl canlıya bərtdim, girim hansı səhifəsən. Mən girə bilmirəm. Bir də baxıram ki, mən atıb səhifədən. İndi canlıdan bağlı təzən açanda... Yox, hayırəm, yox, pulla zadla həll eləmək olmur. Elə şey yoxdur. Sima mənə batın şəkli baxım tez. Ay Allah, ay oxuş, gəl bura görüm. Oxuş, gəl bura. Natiqin yerinə getdi. Getdim Natiqin yerinə. Məcunu, Natiqin məcunu. Allah haqqı müsalə. İnan Allah bir dənə xaş yedim orada. Bax Allah şahiddir də. Elə bir şey yoxdur. Həyatın bir anı. Həcində yığmışam. Deyirəm Həcə, hardasan? Oxuş deyir, bəs yorğunam. Gələ bilmirəm, dedim, mən narahat ol. Mən də elə bildim sən gələcəksən bugün. Dedim, yox, mənim qızımın yadımdan çıxmışdı. Qızımın adı günüydü saat 12-də. Elə yanında olmaq istədim. 100 yaşasın. Ona görə çıxa bilmədim evdən oxuş. Yanında olmaq istədim. Sağ olsun, dadımıza Natiq çatdı. Gecə saat gedmişəm, sürə beynimə xaş düşüb. Amma sür. İnan ki, hər xaşdan bir qurtum alanda o qədər səhər dua eləmişəm, müsadə. Amma bir dənə söz deyim, bax Allah haqqı. Get xaşı şırşırda ye, sonra denən hardasa xaş yemişəm.
Ay Yusuf, sən bir dənə söz deyim. Sən Natiq Balaxanında xaş yemisən. Natiqin xaşını da yemişəm. Natiqin çiftəsinin bozbaşını da yemişəm. Mən ora təzə Natiq hələ təzə pırpır eləyəndə getmişəm. Yəni neçə vaxtı getmişəm. Amma şırşırın xaşı kimi indiyənə qədər heç yerdə xaş yeməmişəm. Hətta Nərimanov da bir dənə indi xaş yeyənlər bilər. Arzuman xaş var. Arzuman xaş. Arzumanı bilirəm, Nərimanov da çoxdandan Adla deyilir. O xaşçı adla deyilir. Arzuman nömrəsi də var məndə. Təsəvvür elə ona zəng elib yalvarıb xaş saxlatdırsan da özün bilirsən. O Arzumanı adla deyilir. Hətta onun xaşını belə keçib o xaş. Yəni şırşırın xaşı möhtəşəm bir şeydir. Maşallah, maşallah. Ne yadıma düşdü? Deməli, axşam mənim yadıma sal. Yeni bir parfüm kolleksiya var gəlib. Sənə də gününə də Parfüm dediyin ayırmışam. yadıma düşdü. Mənim bir dənə izləyicim var, Xədicə. Cəmatın duxusunu niyə verməmisən, hə? Vaxtı təyin edə bilmirəm. Bax, mənim işim olan vaxtları yazır ancaq mən o. Taksiyə qoy göndər də. Necə işim olan vaxtları? Amma getmərəm axı, mənim başım qarışıq olur. Gəlsin götürsün də. Mən ona deyərəm bu gün. Axşama səhərə gələr götürər. İndiyənə qədər 100 nəfər doğu paylamışam mən burada. Nədir ki o? Paylamısan deyə mənim izləyicimi verməmisən. Orxan səni sevir. Yusuf, Orxan bəy sizi sevirəm. Tanıdıqca. Çox sağ ol. Ay qadası, Allah razı olsun. Ay gör nə deyirəm, qulaq as, bitti yəni. Yeni bir bürc kolleksiyası gəlib parfümü. Sənə də Güneylə də ayırtdırmışam. Bir dənə onun daş tozları qalıb. Bir dənə töküzünü göndərdirəcəm, götürüm. Dəhşət bir şeydir. Amma yox, Orxan. Mən bu gün yuxudan durmuşam. Bax, Orxan ikimizin canı. Yuxudan durmuşam. İnanırsan elə bilirəm ki, bugündən sonra hər şey o qədər mükəmməl olacaq. İnşallah. O qədər mükəmməl olacaq. Elə hiss eləyirəm o xoş. İnşallah. Niyə də olmasın? Niyə də olmasın? Niyə də olmasın da? Niyə də İnsan olmasın? lazımdır, xoşbəxt. Hər şey gözəl olacaq. Əlbəttə ki, də hər şey gözəl olmaq. istəyirəm, sevgilim. Müsbətə. Çünki bugün qəşəng gündür. Salam sabahınız. Bugün ümumiyyətcə mən ikizlər bürcü olaraq da bugün qəşəng gündür. Bugün ekskluziv olaraq gedirəm stüdiya Qoçayt video çəkməyə. Dəhşət bir şey video çəkəcəm da bugün. İnşallah. Qoçayt çəkəcək də görürsən ki, qoçlar sənin səhifəndə daha çoxdur. Səhifəvə göz atıram. Ancaq qoçlardan çəkirsən. Yadıma gəlir, sən demişdimi Angel paltarında bir dənə Qoçayt video çəkəcəm. Demişdimi paltar gətirəcəm, qanatlar falan. Dəhşət bir dənə ideya var ağlımda. Mələk qanatları falan gətirmişəm axı stüdiya. Qırmızı orada gələcək bugün. Dəhşət bir dənə Qoçayt video çəkəcəm. Yəni dəhşət. Geyinəcəm o mələk paltarında paltar. Buğaya aid çəkin. Çəkirik valla, hər bir bürcəyə aid çəkirik. Başladılar indi gənə səhər-səhər, o xatanı əqrəb edəcək. İndi qoçların nakam sevgisindən zadırlar. Əlin duzu olmamağımdan. Onlardan da çəkdən, onlar əlin duzu yoxdur. Deyirəm, ağlıma bizimlə gəlib. Deyirəm, izləyicilərimizlə qəşəng bir dənə görüş təyin edeyim. Nətər məsləhətdir? Bir dənə qəşəng seminar edeyim, bir seminar. Nətər məsləhətdir, Aybisi? Hadi söz gəlişi də lə. Gürc seminarında qəşəngdə oturmurlar bu xaricdəki seminarlar kimi də 20 nəfər, 30 nəfər slatki, fırşet süfrəsində başlayacaq zaman bürcə haqqında müzakirə eləməyə. Sən verəcəksən pulu. Ha, pulu mən niyə verəm, biletlə? Belə şeyli, sən də laf məni Ərəb əmirinin oğlu elədin. Başa düşməm, nə biletəndir? Bilet nədir, seminar? Abi, elə bir Allah'ın dozu Madagaskar dağlarından gəlmişsən, sən? Allah olsun. Başa düşmədim o xoş. Sən də ki... Hansısa bir stilist seminar eləyəndə bilet alıb getmirlər. Məsələn, seminara gedirlər. Hansısa bir stilist, vizajist gedirlər onun seminarlarına, yaralanırlar. Bildə nə deyirəm sənə? Səndən nə gəlib yararlanacaqlar ki? Xəstə Türk gecəsi də görməmsən. Türkiyədə, İspaniyada görməmsən. Necə keçirir o? Atarım YouTube'da linkin baxarsan. Nağarırsan ki sən orada? Həyat xəritələrini, dolunaylarını çıxardırsan, həyat xəritələrini çıxardırsan, başlayırsan bir şeylərin aktuallığını danışmağa. Neyə niyəsən? Nətər evləndirəcəksən? Hətta. Halal bir qədər. Müsaade, Allah'ın da olsun, real həyatda səni çox istəyirəm. Sənə belə görüntülü bir danışanda az qavram, nə bilim, nəysə, özün bildin də. Yazıklar olsun. Ox istəyir, nəfəs deyir salam. Salam ver nəfəsə. Əzələnmə də, ya hətta o qədər. Hətta o dərəcədə yəni də. Ay Allah, ay Allah. Mənim dostluğuma söz ola bilməz. Müsaade mənim dostluğum biri. Mənim dostluğuma söz ola bilməz. Dostluq başqa bir şeydir. Dostluğu hər adam anlamır. Mənim üçün dostluq tam başqa bir şeydir.
Əkizlər haqqında deyin də. Əkizlər haqqında da nə qədər deyin. Kızlar, deməli keçən səfər oxuş şeyə gəlib endirimlərə. Ay Allah, mən də endirimlərdə nə qədər danışmışam.